uşaq bağçasında uşaqların ət payını kim yeyir? Deməli, uşaqlara su verilir. Uşaqlara mənə bildirildi ki, məşin böyüdür, amma əti yoxdur, əməlimə. Əti yoxdur yanında. Yəni bazı ayrı, uşaqlar ac qalır, səhərdən axşama ac qalır bu uşaqlar burada. Yəni bu payı uşaqlar 20-30. Heç olmazsa o İlham Əliyevdən Heydər Əliyev göt verənin şəklini asmışsınızsa o bağçaya. Heç olmazsa ət verin də. Deyər, ət yəndə o baba verdi, o baba, götünə qoyduğumuz baba verdi. Beləmədən buradan xalqa səslənirəm. Ay millət, ey qabil sevənlər, buradan deyirəm, ən güclü gələcəkdə təltif elədiyim adamlar kim olacaq? Aydın məsələdir, mən prezident olmalıyam. Son zamanlar ətrafında gedən proseslər də o deməyə əsas verir ki, deyəsən məndən başqa kimsə prezident ola bilməyəcək. Bunu bütün prosesləri nəzərə alaraq deyirəm. Və amma ki, deyək ki, mən prezident olmasam belə, mən istəməyən adam orada oturanmaz. Demək ki, o prezidenti biz ora qaldıracağıq. Demək ki, çox mənim də böyük səlahiyyətlərim olacaq. Onu buradan deyirəm. O adamı ödülləndirəcəyik ki, nə olsun hakimiyyətdə işlə? Almaniyada hər adam Bentley sürə bilirmi? Kalimogel sürə bilirmi hər adam? Ha? Hər adam evə sahib ola bilirmi? Zəhmətdən olur da, hamısı elə deyilmi? Buradan kişi kimi söz verirəm qarşınızda. Ey qabil sevənlər. İstəyirsənmi birdən-birə Bentley'ə oturasan? İstəyirsən birdən-birə istədiyin yerdə, Bakıda harada istədiyin yerdə ev alasan? İstəyirsən birdən-birə bir yaxşı ya vəzifəyə, harasa bir layiq görüləsən? Ya harasa bir deyək ki, bir böyük fermer təsərrüfatının başına gələsən, heç savadın olmasa belə. Bu adamlar gələcək. Qabil sevənlər. Kim? Uşaq bağçalarında, internat məktəblərində verilən yeməyi, orada olan şiddəti, verilən yeməyi, geyim formasının çatışmamazlığı və yaxud düzgün olmamasını, orada olan yeyintini, korrupsiyanı, uğraşlığı kim çəkib sosial şəbəkələrə yayacaqsa, o adama bir ev hədiyyə edəcəyik, bir bahalı maşın hədiyyə edəcəyik. Bunu deyirəm. Mənim üçün ən vacib uşaqlardır. Sabah İlham gedəcək, onsa gedəcək. Qabil prezident olacaq ya da Qabil bizə dəstəkləyəcək, kimsə o prezident olacaq. Və Qabil dediyi sözə əməl edəcək. Çünki Qabil kimsə dəstəkləyib prezident olsa da, Qabil növbəti həmlədə Qabil prezident olmağa çalışacaq deyə sözünə əməl eləməlidir. Xalq ona səs versin. Dostlar, qardaşlar, yalan deyən köpək oğludur. İndiyə kimi kimlərsə əvvəlinə çəkib mənə maraqlı deyil. Mənim bu çağırışımdan sonra yetimlər evi, internat məktəbləri, bağçalar, uşaq evləri, orada olan uşaqların yeyintisini, orada olan korrupsiyanı, orada olan şiddəti kim çəkib video şəklində, mənə atma, sosial şəbəkələrdə paylaşacaqsa, o paylaşımı edən adam, onu çəkən adam, sabah hökm desin Qabil, sən bax, bu tarixdə 2025-ci il, 27 noyabr tarixində belə bir söz dedin, sənə istədiyin bir gözəl bir maşını hədiyyə eləməsən köpək olmuyor. Çünki körpələrdir bizim gələcəyimiz. Bugün Qarabağda İlham Əliyev o yetimlər evinə elə belə şeyləmdir, orada satacaq. Əliyini onların ərəblərə satacaq. İlham Əliyev ona görə orada körpələr evini, yoxsa heç Azərbaycan körpələr evi olmaz. İlham Əliyev o qədər panikəndir. Sadəcə sizlərə mən söz dedim. Eləmədən mən bu çıxış elədim. Bir neçə adam çəkəcək və paylaşacaq da. Elə deyilmi? Və bütün bağçalar, bütün yetimlər evləri can təbili çalınacaq. Hamısı özünü qismən düzəltməyə çalışacaq və o bizim balalarımızın yaxşı yeməsinə, yaxşı içməsinə səbəb olacaq, geyməsinə səbəb olacaq. Biz onlar üçün yaşayırıq. Biz Azərbaycana o yerlərə təhvil verəcəyik. Onlar bugün aksaq, hain, satqın böyüyəcəklərsə, xəstə ruhu böyüyəcəklərsə, bizim gələcəkdə Azərbaycanımız yoxdur, olmayacaq. Vətəni ayaqda saxlayan qəhrəman evlat.